o mehribanlığın bir göstəricisidir ki, evlərin bir-birinə yaxın olmağı, yəni qonşuya biz səs eləyəndə qonşunun daha tez gəlməyi, bax onun göstəricisidir. Buradan da o tərif evlər var. Hara gedirsən evdir. Deyirəm, yəni. Qapı oradan girişdə, buradan çıxış. Girişdə də bir ev var. Girişi ayrı, çıxışı ayrı, mütləq qaydada yenə də, bu da atanızdan, ananızdan qalıb. Düz dəyməsin deyə. Göz dəyməsin. Mehmet dayı deyir, bilmirəm nəyə göz dəyəcəkdir, amma kimin göz dəyə bilir adətən? Üzlərini. Başqasının göz dəymiyor. Kim qoyursa onun öz göz dəyir. Yoksa o niye lazımdır? Hə. Buna bak Bu nedir ki? Bu gözü saklasın. Buna bak altı da yoktur. Ona göre hərəkət edən kimi düz ona gəlir. Altı yoxdur, gaz yox. Ada keçen il başka görürdü, indi başka gör. Qan dəyişilib də be. Kan değişilib. Bəzi Başka kanı var idi. Biraz pullanmışsınız. Mənə bax, indi evdə demirlər ki, sən çox bizim işimizə qarşısan, əvvəlki kimi yenə də vəziyyətin yaxşı olsun. İnandırım seni o vaxtları hele böyle salam veren şeylerinde çoğdu. Bu tergileyenden sonra böyle salam verir. salam veren Dostlar azalır. Yox, demək sən öyle. çok. O vaxtı dostlar çok iyi, dostlar çok iyi. Hə. İndi yoktu. 4-5 aydır da xəstələnib. Yəni xəstələnmişsiniz. Ha, gelmiş hemen diye. Kömək olsun. Hiç soruşan da yoktu. Senin ne olur? Azərçə vaxtdan soruşurdu. O vaxtı. Ha. El çekirdi beke. Canım ay Mehmet dayı. Allah sənə bilmirsin qardaş. Mehmet dayı çəkilişdən sonra nəsə dəyişdi mi? Amin. Çok. Nə dəyişiklik oldu? Ada her bir şey. Her bir şey. Yol üstü daha doğrusu burada Aha. yox. Yol üstü qarşımızda kəsmişdə yaxşı mənada dedi, buraxmaram. Həm də narazılığını bildirdi. Mən bir əhvalatı danışım. Dedi ki, valla bizə qoymurlar örüş sahələrində qoyunlarımızı otarmağa. Amma Şamaxının çobanlarına qapı açıqdır bizim ərazidə. Bu da həqiqətən üst qurumda da narahatlıq doğurtdu ki, yəni bir adam çıxır efirə və belə bir cümlə deyir. Mən bildiyim qədər burada biraz ailəm qarışmışdı bir-birinə yaxşı mənada. Yəni sizin xeyrinizə belə. Bir dəfə getdim Şamaxıya. Şamaxıda mənim qarşımı deməli bir neçə kəndin nümayəndəsi kəsdi. Yaxşı mənada dedi ki, bəs o Qubalı ağsaqqal niyə belə dedi? Daha bizi buraxmırlar ora. Hele şamalılar buradan yoldan geçende de neylemişim ay Mehmet'e mi diye. Sen onlar bizim adı tutursan diye. Programı Amil Halil demişler. Respublika. İndi nətərdir vəziyyət bəs? İndi bomba.